Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Məscidə cəm olanların ənvatın salavatına yad edir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Mömin müminat, müslümat ruhların salavatına yad edir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ustad-ı müəllimlər, Seyyid-i Şühəda, Bivaris, Bədvaris ruhların salavatına yad edir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina Muhammedin ve Allahümme salli ala Muhammed ve ali Muhammed. ve lanetullah ala a'daihim ecma'in minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu qavli. Sadaqallahul aliyyul azim. Allah Teala ibadət taatimizi qəbul eləsin inşallah. Allah Teala bu günü tamam müminlərə, xüsusən bu cəmdə əyləşənlərə mübarəklər qərar versin inşallah. Allah Teala bizi həqiqi namaz qılanlardan qərar versin inşallah. Dünya və axirətdə bizi Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şəfaətindən bir nəsib eləməsin inşallah. Allah İslamın, müsliminin, düşmənlərin tezliklə məhv-məbud eləsin inşallah. Söhbətdən əvvəl iki dənə elan var. Biri xanımlara aiddir, biri ağalara. O da ibarətdir bundan ki, sabah xanım Zəhra Salamullah Əleyhanın mübarək mövlud günüdür. Büyün cümə olduğuna görə təzədən məscidə əziyyət çəkib gəlməyizə razı olmadıq. Sabah şam namazından sonra inşallah məsciddə mövludumuz var. İnşallah təşrif gətirərsiniz və xanımlar da buyurdular ki, bazar günü səhərdən günorta namazına qədər onlar da məsciddə mövlud keçirdəcəklər ki, xanımlar bilsinlər inşallah. Allah inşallah bizi xanım Zəhranı həqiqi sevənlərdən, onun yolunda həqiqi gedənlərdən qərar versin inşallah. Bəhsimiz də elə xanım Zəhranın o xütbəsi barəsində idi. Keçən dəfələrdə danışmışdıq o barədə ki, bir kəlməsi barəsində, bir mərhələsi barəsində onu söhbət eləmişdik ki, La ilahə illallahın tohidin təvili və tohidin mənası ixlasdır. Yəni, həqiqət-i tohid vücuda gələr, həqiqi tohid baş verər, onda ki, insanın nəyi olsun, ixlası olsun. Bu barədə danışdıq bir neçə cələsə. Mən keçən dəfə də dedim, yenə də təkrar edirəm ki, bu ventilatorları söndürsən elə bilirəm ki, çox istidir. Hələ qışın soyuğundan qalıb, onu birazdan yandırarıq inşallah. Bilmirəm, mən elə bilirəm ki, sizə çatmır söz, ona görə deyirəm, belə deyək, çətin eşidilir. Yaxşı eşidilir azı? Yaxşı. Ki, bəzi indi lap yaxşı oldu bana. İki yerə qulaq asmaq özü çətindir də. Zaten molliyə qulaq asmaq özü çətin bir işlərdəndir. İnsanın çox xoşuna gələn məsələdir. Yanında da bir ventilator olanda biraz da işi çətinləşdirir. Ki, həqiqəti tohid həqiqət tapır, təhəqqüq tapır. Nə ilə ixlasın? Dedik ki, ixlasın neçə mərhələsi var. Yəni, riya olmamaq. Riya da bir neçə formada baş tuta bilər. Ola bilər riya, insan özünü göstərir, riyakarlıq edir. İnsan bir sözü deyir, sözlə riyakarlıq edir, əməllə, hərəkətlə riyakarlıq edir. Və dedik, bütün fasidlərdən fəsad edən şeylərin hamısından gərək insan ixlaslı adamın əməli təmiz olsun. Ona da neçə cürə misallar vurduq. Bir dənə də var idi ki, onun barəsində laf axırda bir kəlmə keçən dəfə işarə elədik ki, əslən bu adam nə özünü göstərməklə riya eləmir, ixlasın özünü göstərməklə körramır, danışmaqla körramır. Heç başqa fəsadlar da yoxdur. Dediyi başqa fəsadlar nədir? Məsələn, mən bu günləri bir işi görmüşəm,
Məsələn, 20 ildən sonra bir iş mənim bugünkü ixlasımda, tohidimdə təsir qoyar. Ya 20 gün sonra, ya 2 saat sonra. Məsələn də bizimki əqidəmiz bu cürədir və bəzən də bizə irad eləyirlər bu cəhətdə. Məsələn, siz belə eləyirsiniz, filan eləyirsiniz. Bu ki, məsələn, nəyisə Allaha qarışdırmaq bəhsində özü ağır, incə bir dənə bəhsdir ki, da bizim əqidəmiz məlumdur o barədə. Mən çox izah eləmək istəmirəm. Amma məsələn də bir adam belə də bir siqaret yandıranda birindən o siqaret yandıranı müstəqil surətdə bu siqaretin yandırmağında təsirli bilsə, onun özünün tohidinə, ixlasına onun nəyi var? Təsiri var, mənfi təsiri var. Və vasitə bilməyin eybi yoxdur. Amma müstəqil surətdə təsirli bilmək o eyblidir, məyudur. Məsələn, bəzən kənd cəmaatında görsən, bu çox belə də canlarına keçmiş bir məsələdirlər. Deyirlər ki, məsələn, dədə var, may ayının əvvəlindədir, o bir dəfəni yağmasaydı acından qırılacaqdı. O əşhədə əllə iləhə illallahla düz gəlmir. Vəhdəhu la şərikə ilə düz gəlmir. Niyə? Sən tohid demişsən. Tohid əvvəldə dedi, yəni yaradan birdir, tək yaradıb səni. İşlərində müstəqildir, heç kimin dəxaləti yoxdur. Yəni, budur ki, bizi o biri cəhətlərinə işarə eləmir. Yəni, o səni tək yaradıb, tək saxlayacaq, tək yedizdirəcək, tək də öldürəcək, tək də dünyadan aparacaq, o dünyada təmin edəcək tək başına. Burada heç kimin dəxaləti olandır. Yağışdır, filandır, bəsməkandır. Bunlar hamısı nədir? Bu təbii aləmin ki, elə Allah öz qanunu, bu qanunu da Allah özü qoyur. Təbii aləmin qanunudur. Allah Teala bəzən qoyur o qanunların hamısını ayağının altına, elə hər şeydə gətirir necə. Təbii aləmin qanunu, bir dənə atadan, anadan, bir dənə övladın dünyaya gəlməkdir. Məsələn, Həzrəti Adəmin heç nə atası var, nə anası. Həzrəti Həvvanın nə atası var, nə anası. Həzrəti İsa'nın heç atası yoxdur. Məlum, təbii qanun görsən, Allah lazım olanda belə deyir. Yəni, o özü də bir dənə qanundur. Hətta bizim böyük kəlam və əqidə, əqaid ustadlarımızın nəzəri budur ki, Qurandakı keçən dəfə qardaşlarla oxuyurduq. La təbdilə li-sünnətillah, Allahın qanununda təğyir və təbdil yoxdur. Yəni, Allahın qanunu dəyişməzdir. Bizə deyirlər, məsələn, fərz edək ki, möcüzə o qanunu sındırır. Biz deyirik, yox, o adi qanunlardır sınan. Amma təbiətdə, varlıq aləmində qeyri-adi qanunlar ki, bizim düşündüyümüzdən üstün qanunlar, fövqəladə qanunlar, xaliqəladə qanunlar hakimdir ki, o Allahın qanunu sınmazdı ayəsi ona işarədir. Yəni, bu təbiətdə, bu varlıq aləmində o fövqəladə, xariqəladə qanunlar var, o heç vaxt dəyişilməz. Yəni, Allah atasız, anasız bir dənə adamı vücuda gətirib, yenə də gətirə bilər. Atasız adamı vücuda gətirib, yenə gətirə bilər. Dağdan, qayadan dəvənin balası yanında, yerini də, o südlüyü də dolu südlə dəvə çıxardıb, yenə də eləyə bilər. Ayı iki yerə böldürüb, yenə də böldürə bilər. Ki, bu qanunlar dəyişməzdir. Həmsə nədir? Elə bu, davam eləyəcək. Elə, bax, bir dənə insanın əqidəsi bu tohiddə bu formada olar ki, Allah bu işləri eləyib və eləyəcək. İndi gəlir desək ki, may ayının əvvəlində yağış yapılmasaydı, əkin olmayacaqdı, biz adından qırılacaqdıq, onun tohidinə xələl gəlir. Onun tohidi yerində deyir. Allaha bağlılığı yerində deyir. Allaha bağlılığı yerində deyir. Allaha bağlı olan belə eləməz ki. Məsələn, elə bilər, ən yaxın dostun sənə söz verir ki, narahat olma. Sən sabah saat 12 tamamında borcun yoxdur verməyə. Mən saat 10 tamamında pulu sənə neynirəm? Gətirib verəcəm. Sən səhərə qədər yatmayırsan. Dostun gətirib sənə sabah saat 10-da o pulu verəndə sən bir dərindən nəfəs alırsan və utanmaz da qayıb verirəm ki, səhərə qədər yatmamışam. Niyə? Sizin birdən gətirməzsən də. O, məsələn, o dostluğu adam elə tatlayar, ağzının suyunu atar, çıxar gedir. Mən gələ bu pulu, mən səninlə dostluğum qutardı. Belə dostluq olmaz ki. Elə mən, məsələn, bu sözü verəm sənə, özümdə əməl eləməyəm, və niyə mənə dost deyirsən, elə deyir. İndi bunu insanın barəsində fikirləşmək ola bilər, Əzrail əleyhissalam gəldi, qoymadı bunu yerdən durmağa. Ya marşrut gecikdi, ya tıxacı olmayan kimi düşdü, məsələn, filan bəsməkən, belə məsələlərdir. Amma Allahın barəsində ki, Allahın marşrutu gecikməyib indiyə qədər, nə də tıxaca düşməyib ki, gecikə. Ona görə bir adam hədiyyə ki, məsələn, yağış olmasaydı, fərz, mən öləcəkdi adınızdan, ya ot olmayacaqdı, heyvanat qırılacaqdı. Bu tohidən
qıraqda bir şey. Yəni təvhidə ziyan gətirən məsələlərdəndir. Bu adamın ya təvhidə əvvəldən düzgün yerində olmayıb, o rastımor, o palçığı, o məhlulu düzgün düzəltməyib, düzəldirsə də indi sonradan neynədir? Körradır. Bu da o başqa fasidlərə misallar idi. Bir dənə də o bəhs var, o bəhsə mən girişmirəm. Çünki ona girişsə gərək bu məsələlərin hamısını qoyaq bir tərəfə, axıra qədər o cürədə gedək. Onunla gedək bir müddət. O da bəhsimizi çox qarışdıracaq. O da riyada, yəni ixlasda bir dənə ən yüksək mərhələdir ki, ümumiyyətlə qeyrullaha keçən dəfə buna işarə elədim ki, əhəmiyyət verməmək. Əslən, qeyrullahı, Allahdan başqasını yanında əslən belə hiss eləməmək, hiss eləməmək. Məsələn, yol gedirəm, filankəs də yanımdadır, məsələn. Bir müşkülüm çıxsa, bu da var. Bu qeyrullahın ən də kobud formasıdır, Belə də heç əslən müəssir bilməyəsən. Əslən müəssir bilməyəsən. Təsirli bilməyəsən. Dünyanın hamısı sənin xeyri ola, təsiri mənfidir. Dünyanın hamısı sənin ziyanı ola, yenə təsiri mənfidir. Gərək bu cürə neyləsən? Miqdad gəldi, Əleyhisselam dalıcan gecənin bu aləmdə, dedi, Miqdad nə gəlsən dalıcan? Dedi, qorxdum səni xətər yetirələr, gəldim səni müdafiə eləyəm. Dedi, yer əhlindən, ya göy əhlindən. Miqdad qaldı, gördü, özümü işə salmışam, lal bilməz qayıtdı gəldi. Bunu nə cavab verəcəm mən? Yer əhlindən desəm, min dənə də ona sual çıxardacaq. Göy əhlindən desəm, o cürə. Əslən, bu şeyi hətta Əleyhisselam o ziyan vericini yox hesab eləyirdi yanında, o qədər düşməni ola. O qədər düşməni ola, o düşmənləri də yox hesab edirdi. Nədən? Təvhidi tam şəklində yerində idi. Deməli, Allahdan başqasına zərrə qədər nə idi? Bəli, əslən, belə də diqqəti yox idi. Hədə ümid bağlamaq ayrı şeydir. Ümid bağlamaq müsbət mənadadır. Mənfi mənadan gedir. Yəni, bu qədər ki, mənim düşmənim var. Məsələn, hətta bunun özündə də ki, Allah varsa o düşmənlər hepsinədir. İndi haçan lazım olsa mən bir formada dünyadan gedim, Allah Teala indi o düşmənin hansından neynəyəcək, o da bir ayrı bəhsdir. Onun özündə də. Ki, ona görə deyirlər ki, Həzrəti Musa artıqdır, sən artıqsan, deyir, mən artıqam. Niyə? Deyir, Həzrəti Musa bir nəfər Fironun adamından öldürdü, getdi 8 il, 10 il qaldı Şüeybin yanında, salamullah əleyhim. Elə, amma mən Məkkənin ən yekə başını öldürdüm. Məkkənin Səddamını öldürüb, bu Müslim Mübarəkin öldürüb, Məkkənin ondan sonra nə deyim də, Qarbaçovunu öldürüb, Məkkənin kimin öldürüb, Şaronunu öldürüb. Elə cəmaatdan 2 kilometr qabaq getdi, girdi Məkkəyə, Fəth Məkkədə. Halbuki yeri var idi, ehtiyat eləsin Əleyhisselam bu məsələdə. Yeri var idi, nazımı qədər ehtiyat eləsin. Niyə? Çünki o Məkkədə o yekəbaşlar var idi, onların ürəyinə bir dənə ox vurmuşdu Həzrəti Əli. Dəlilin deyil, dəlildə Yezidin sözü. Lənətullah Əli. Üsəranı Şamə gətirəndə, Yezidin sarayına girəndə, Yezid dedi ki, ay mənim Ühüddə, Bədirdə ölən babalarım, çıxın şahid olun ki, sizin qisasınızı aldım. Baba Əli Aleyhisselamın gördüyü işə ən böyük dəlillərdən biri budur. Görsən, zərrə qədər bəli, zərrə qədər ehtiyat eləmir, girir özə bayraq əlində, məsələn, hələ cəmaat Kəbəni görmür, bu Məkkəni görmür, bu daha daxil olur Məkkəyə, bu qədər gedir. Çünki Həzrət Peyğəmbər demişdi, sən qabaqda get. Sən qabaqda get. Gör, buradan çıxan Peyğəmbər, bura qadir nədir, baxın, bir dənə burada yeri gəlmişkən bir söz deyim də, Həzrət Peyğəmbər 40 il Allah Peyğəmbəri gözlətdirdi ki, Həzrət Əli gəlsin, Peyğəmbərin yanında ona amənna desin. Başqa dəlilimiz yox. Bəzilə deyir, kamillici gözlənir, əstəğfurullah, onda 20 yaşında Peyğəmbər kamil deyirdi. Bunlar hamısı nağıldır. Belə də baxın, Həzrət İsa 3 günlüyündə deyir, mən Allahın Peyğəmbəriyim. Həzrət Musa 13 yaşında, 13 yaşında, Həzrət İbrahim 12-13 yaşında Peyğəmbər olub. Amma Həzrət Peyğəmbər 40 yaşında. Niyə? O kamilliyi yadın bura dəxil yoxdur, onlar hamısı nağıldır. Əsas səbəb bu idi ki, Həzrəti Əli o nübüvvəti saxlayan, qoruyan və davam elətdirib qiyamətə çatdıran çıxmalı idi ortalığa. O amənna deməli idi, dünya şahid olmalı ki, Həzrət Peyğəmbər səhnəyə, nübüvvət səhnəsinə əlisiz çıxmadı. Risalət səhnəsinə əlisiz çıxmadı. Necə ki, Mədiniyə gələndə bəziləri 9 gün, bəziləri 12 gün, bəziləri 13 gün deyirlər ki, Məscid-i Qubada, yəni o Məscid-i Quba olan yerdə Həzrət Peyğəmbər oturdu, neynədi?
Həzrəti Əlini gözlədi. Ki, Əbu Bəkir ki, deyirlər, iddia edirlər, mağarada idi, hətta onu bir üstünlükdə hesab edirlər onun üçün, amma qorxurdu ən azı ki, Həzrəti Əli milyonların üstünə getdi, qorxmadı. Bir dəfə barəsində ayə gəlmədi ki, la təxəf innəllaha məna. Qorxma, Allah bizləndir. Elə? Amma orada bir dəfə elə gəldi, onda da nə oldu? Allah ayə göndərdi ki, la təxəf innəllaha məna. Onun mənası deyir ki, elə Allah sənə deyir, mən demişəm, qorxma, mən buradayam. Mən ki, sənə demişəm, qorxma, mən buradayam. Məlum mənası deyir ki, elə behişdə də sənlə gedəcəm. Ola bilər ki, bir gün səndən, sabah səndən deyirəm. Necə ki, tarix boyu elə adamlar çox olub. Bir də ki, o məsələ Həzrəti Peyğəmbərə deyirdi ki, qorxma, Allah bizləndir. Allahla Peyğəmbər, bəhsi də biraz ayrıdır. Ayənin dalı var ki, Allah aramçılığı Peyğəmbərin qəlbinə saldı. Allah Peyğəmbərə qoşun göndərdi filan ki, bunlar hamısı dəlildir, işimiz yoxdur ondan. Əbu Bəkir orada 2 gün, 3 gün gözlədi. Dedi, mən də gözləyənmərəm. Gəldi, çıxdı Mədiniyə. Və itaət buna deyirlər, ha. Gəldi Mədinəyə, amma Peyğəmbər 12 gün, 13 gün gözlədi orada. Həzrəti Əli gəldi, çatdı, çıxdı. Niyə? Mədinə risalətin 2-ci səhnəsi idi. Həzrəti Peyğəmbər 40 il orada gözləmişdi, 13 gündə burada gözlədi. Elə? Amma baxın, Mədinədən 2-ci qayıdış Məkkəyə. Məkkəyə 2-ci risalətdə Həzrəti Peyğəmbər Əlini özündən qabaq ötürdü. Niyə? Risalətin axırıncı illəri idi. Və Əlinin qabaqda gedən vaxtları idi. Elə? Bu haşiyə kimi gəldi, yadıma düşdü, dedim bunu ki, İnşallah müəssir olar. Bəs Həzrəti Əli belə düşmənə fikir vermirdi. Niyə? Tohidi möhkəm idi. İxlası möhkəm idi. Allahdan başqa nə dostuna, nə düşməsinə zərrə qədər əhəmiyyət, yəni vermirdi. Nə mənada dəyər vermirdi? Bunun özünün yaşamağında, ac qalmağında, tox qalmağında, əziyyət çəkməyində, rahatçılığında Allahdan başqa heç nəyə dəyər vermirdi. Belə möminə dəyər verirdi, ha, zordaq deyir ki, Həzrəti Əlini heç bir pəhləvan yıxıda bilmədi, yerə dizinsin, əyə bilmədi, körpə uşaqlardan başqa. Kim idi olar? Bir yetimlər. Yetimlər. Bu ayrı məsələdir. Yəni, mən, məsələn də, bu Allahdan başqasına zərrə qədər də diqqət eləməmək nədir? İxlasın ən yüksəyi nə idi? Pilləsidir, mərhələsidir. Ki, orada da zəifçilik olsa, yenə nə edir? Məsələ qayıdır nəyə? İxlasa. Yəni, ixlasda zəifçilik var, yəni, ixlasında zəifçilik oldu, tohidində zəifçilik var. Allahın, mən və mən xafə məqamə Rəbbihi cənnətam. Ki, o, Allahın məqamından qorxmaq məsələsi ki, var Quranda ayədə. Kim Allahın, mən xafə məqamə Rəbbi. Və nəhən nəfsə ənil həva, fə innəl cənnətə hiyyəl məva. Ki, o məqamdan qorxmur. Yoxsa Allah basıb barmaq ilə kimisə gözünü çıxartmır. O məqamdan ki, Əli əleyhissalam deyir, cəhənnəmə də atsa, mən heç nə deyəmmərəm sənə. Elə, odur. Allah malikdir, mütləq malik. Heç kim onun elədiyinin qarşısına çıxanmaz. Baxmayaraq ki, hamımız bilirik, adildir, bunu eləməz. Rəhman, rəhimdir, bunu eləməz. Amma yenə məqamı çox yüksək məqamdır. O qədər yüksək məqamdır ki, gərək ondan nə eləyəsən, qorxasan. Bəs orada işqalın olub. Orada nəyinsə hazırlayanda düz eləməmsən, hazırlamamışsan. Yığanda düz yığmamışsan. Əkəndə düz əkməmişsən. Sulayanda düz sulamamışsan. Və o, ixlasın qarşılıqlarındandır. Bu bəhs burada diyansın. Keçək təzə bir bəhsə. Bu təzə bəhsə keçməmişdən qabaq ki, xanım Zəhra tohidin elə bil mənasını, tohidin baş tutmasını, yəni bir adamın müvəhhid olmasın, tək Allahçı olmağın, Allah istəyən kimi tək Allahçı olmağın bağladı nəyə? İxlasa. Bu bir məsələ. Ondan qabaq xanım bir dənə söz demişdi. Maraqlı bir şey çıxdı mənə dünənki mütaliələrim içərisində. Bir sətir qabağa qaydacaq, dala qaydacaq, amma maraqlı məsələlərdir. Əvvəldə nə demişdi? Əşhədu ən la ilahə illallah. Vəhdəhu la şərikələ. Biz vəhdəhu la şərikələhdən danışırdıq. Əşhədu ən la ilahə illallahdan danışmadıq. Çünki niyə? Çünki zahirən belədir ki, o bizə həllidir. O həllidir. Elə bir gəlirsən, məsələn, kitabxanaya kitab götürməyə, oxumağa, bunu çıxartdın, yox, bunu oxumuşam, qoydum bura. Sonra 2 gündən sonra görürsən, biri danışır. Heç mən eşitmədiyim sözlərdir. Danışır, qulaq asın. Axı deyirsən, filan kəs, hansı kitabdan danışsın? Deyir, o filan kitabdan. Ay dədə, vay, mən onu oxumuş hesab edib, götürdüm, bu yana qoydum. Demə, oxumamışam.
Bizə sadə gəlir. Biz elə bilirik ki, əşhədü ən la ilahə illallah, Allaha şəhadət verməyi biz dərk eləmişik, biz başa düşmüşük. Amma əslində o cürə deyil. Başa düşmədiyimiz çox şeylər var. Mən bir cəhətinə işarə edirəm. Baxın, ərəb dilində əşhədü şəhadət sözününədir, şahid sözününədir. Şahid kimə deyərlər? Hadisəni görənə. Elə deyil. Gəl şahidlik elə. Niyə? Sən görmüsən hadisəni, gəl şahidlik elə. Görməyəni şahid çağırmazlar. Elə deyil. Hətta bizim Azərbaycanın ədəbi dilində də o ərəb sözü, şahidlik sözü nədir? Elə o ərəb dilində əsl lüğəti mənası nədir? O formada işlənir. Şahidlik ver. Yəni necə görmüsən o cürə danış. Elə deyil. Qiyamətdə də məsələn əza, dəri, qulaq, göz, tük, kipri, qaş şahidlik verəcək. Onlar da qeybidən danışmayacaq. Onlar da müşahidə elədiklərini eləyəcəklər. Danışacaqlar, orada göstərəcəklər, deyəcəklər. Limə şəhiddim əleyhinə. Sən də deyirsən, niyə bizim əleyhim, mənim əleyhimə şəhadət verdin? O da deyir ki, Allah danışdırır məni, mənlik deyil. Deyir, danış, mən də danışıram. Bax, özüm dilimizlə deyir, limə şəhiddim əleyhinə. Yəni, sən yalandan mənim əleyhimə şəhadət vermədin, ha? Niyə gördükləri danışdın? Bir var, biri sənin əleyhimə danışır, gəlib deyirsən ki, niyə o sözlər mənim barəmdə danışırsın? Ki, ola bilər, böhtan deyirsən, yalan deyirsən, filan edirsən, bəsməşən. Bir də var, gəlib tərəfə deyirsən ki, niyə o mənim gördükləri mənim barəmdə danışırsan? Yəni, deməyin mənası budur ki, sən düz görmüsən, elə görmüsən, düz də danışırsan, amma danışmağın məsləhət deyir. Bu, əşhədü kəlməsi budur, əşhədü, şəhadət verirəm. Və ərəb dilində də, ərəb lüğətində də şəhadət nəyə deyirlər? Şəhadət ona deyirlər ki, gözü ilə görəsən. Bizim ki, 2 dənə, 3 dənə şəhadətimiz var. Bizim dünya və ahirətimizdə təsirlidir, nəcis və paçlığımızda təsirlidir. Onu desək, paçlıq deməsək, nəcisük. Onların üçü də nə iləndir? Şəhadət kəlməsi ilə. Əşhədü ən la ilahə illallah, əşhədü ənə Muhammedən Rasulullah sallallahu aleyhi ve sellem. Əşhədü ənə əliyyən vəliyullah. Elə, ikisini bildik. İmamla Peyğəmbəri görmüşük, şəhadət veririk. Elə, hərsən dedi, bizə nisbət qayibdilər də, biz görməmişik. Elə, amma Allah'ı ki görməmişik. Allah'ı ki görməmişik. Niyə görə biz əşhədi kəlməsi ilə deyirik? Gərək başqa kəlmə ilə də. Sən deyir, qəbul edirəm, Allah bir dənədir. Hə? Qəbul edirəm, filan Peyğəmbərdir, məsələn. Niyə deyir, əşhədu? Bir ibarətlə deyərsən ki, yəni, belə çıxmasın ki, sən gözüylə gördüyü deyirsən. Amma görsən, heç yerdə o ibarət gəlmir. Hər yerdə, hədisdə, rivayətdə, ondan sonra hər yerdə o ibarətlə gəl, əşhədü ibarəti ilə gəlir. Şəhadət kəlməsi ilə gəlir. Mənası da bu çıxır ki, neynəmişəm mən? Şəhadət verirəm. Allahdan başqa Allah yoxdur. Yəni, mən o gördüyüm Allahdan başqa Allah yoxdur, tanımıram. Bir dənə Allah tanıyıram, o da hansıdır? O gördüyümdür. Və lüğəti mənası bunun belə olur. Axı, biz də görməmişik. Hamı da deyir, görənməzsən. Fəqən bəzi məzhəblər deyir ki, biz görəcəksiniz, yahamı görəcək, biz qəbul eləmirik onları. Deyir ki, siz küfrə gedib çıxmışsınız. Allah görünməz, görünsə bu işqalı var. Mən keçən dəfələrdə bunlardan danışdım. Pəs məna nədir? Mənası budur ki, üləma buyururlar ki, deyirlər, o Allah ki, o tohid ki, neçə günlərdə danışırıq ha, insanın gərək əqidəsi ona o cür ola ki, elə onu görmüş hesab eləyək. Əşhədü, yəni o görmədiyim şeyə mənim o qədər əqidəm möhkəmdir ki, gördüyümdən də artıqdır. Necə Əli əleyhissalam deyir, pərdələr götürülsə fərz eləyəcək, Allah görünsə mənim yəqinim zərrə qədər də atmayacaq. Niyə? Mən elə onu pərdənin arxasından necə var o cürə də tanıyıram. Dərk eləmişəm mən onu. Pəs gərək, onda əşhədü ən la ilahə illallah ki, mən deyirəm, o əşhədü deməklə mənası budur ki, mən o görmədiyimin varlığına o qədər yəqinim var. Onu bir formada dərk eləmişəm ki, ona gördüyümə şəhadət verirəm. Ki, ola bilər insan gördüyündə nəyisə səhv eləsin, amma burada neynəməsin? Səhv eləməsin. Ona görə əşhədü ən la ilahə illallahın bir cəhətdən onun, necə deyim, o dedim, məsələn, mən başa düşməmişəm bunu, bu başa düşmədiyim yeri bu tərəfi idi. Adam elə bilir ki, elə şahidlik verirəm. Amma şahidliyin içərisində nə imiş? Bu qədər sözlər var imiş. Bu qədər işlər var imiş. Elə
Bu da o əşhədü kəlməsinin barəsində. İndi xanım Zəhra salamullahi aleyhanın xutbəsinin ardında ikinci kəlmə var. Dedi ki, əşhədü ən la ilahə illallah vəhdəhu la şərikə ləh kəlimətun cuilət ixlası təvilaha. Ya kəlimətən cəələl ixlası təvilaha. Allah Teala ixlası onun təvili qərar vermişdi. Bunu danışdıq, qutardıq. Bura qayıtmıram, rahat olun. İkinci söz var idi. Və zəmmənəl qulubu mavsuləha. Bu kəlmə barəsində genə də çox danışacaq. İndi yorsa da siz gərək çox danışaq. Niyə? Az danışsaq, onu danışmasaq ondan yaxşıdır. Neçə dənə bəhs eləməliyik biz burada? Və bu bəhs davam eləməlidir inşallah qismət olsa. Əvvələn, qəlb barəsində biraz danışaq. Gərək tanıyaq qəlb nədir? Qəlb necə olur? Ondan sonra danışandan sonra bu sözün mənasını başa düşə bilərik. Ola bilər, ham deyir, məsələn, Allah Teala qəlblərdədir. Bunu hamımız bilir də. Hətta sınıq qəlblərdədir, elə sınıq qəlblərdədir. Amma nədir? Bunu sözdür, danışırıq. Amma həqiqətini başa düşməmişik. Başa düşməkdən ötürü əvvəl gərək biz bilək qəlb nədir? Əvvəl öyrənlər mənə bir sual verir ki, deyirlər, İslam deyirlər, siyasətdən ayrıdır. Kim deyir? Deyirlər də filan kəslər. Dedim, bax, bir sözü deməkdən ötürü. Nədən barəsində danışırsan, gərək onu neynəyəsən? Əvvəl tanıyırsan, başa düşərsən, ondan sonra danışırsan. O sözü deyən, gərək əvvəl İslamı başa düşə, tanıya. Sonra siyasət başa düşə, bilə nədir? Ondan sonra görə bunların qarışığı vardı ya, yoxdur, elə deyir. İndi biz bir nəfəri gətirmişik, deyirik ki, qardaş, gəl bura, gəl, hə. Mən taşdım burada arpa ilə buğdanı qarışdırdım. Gəl bunları bir-birindən ayır. O tərəf nə olmalıdır? Gərək arpanı da tanımalıdır, buğdanı da, elə deyir. Ondan sonra onları bir-birindən ayırmalıdır da, elə. İndi bir adam deyir, İslam siyasətdən ayrıdır, biri deyir, İslam siyasət deyil. Bu sözləri danışan adamlar görə neynəsinlər? İslamı da yaxşı tanısınlar, siyasətdə yaxşı bilsinlər nədir? Ondan sonra görsünlər, bunlar bir yerə qarışır, ya bir yerə qarışmır. Ayrı-ayrı məsələlər, ya eyni məsələlər. O şeylər ki, danışır ama, ki o sözləri ki, bəzi adamlar danışır, heç onların yeməyi deyil. Sən şəxsən, belə də sənin arpa verməzsən, aparıb heyvanın qabağına tökməyə, indi işlə turba çala-çala, nə bilim, manıslıq eləyə gəlib, çıxıb ora, İndi olub, məsələn, böyük bir dənə adam o sözü deyir, məsələn, və qoy desin, eybi yoxdur. Vurun qulaq aldına, qoy çıxsın, desin. O qədər elə deyənlər olub. İmam Sadiq əleyhissalam deyir, o qədər bizə hürdü, itdilər. Hamısı da nə oldu axırda? Qoturluq tutdu da. Olmadı ki, bizə bir dənə it hürsün, onu qoturluq tutmasın. Və hürsünlər, nə qədər hürürlər, işimiz yoxdur. Sözün burada nə idi? Sözün bu idi ki, biz qəlbi başa düşməsək, zəmmənəli qulubu mavsuləha. Xanım Zəhra deyir ki, İxlas, tohidin təhəqqüqüdür. Yəni, kimin ixlası varsa, tohidi var. Bu ixlası nə özündə bu tohidi, nə özünə sığışdırıb, belə deyək də, nə özünə sığışdırıb. Başqa sözlə desək, tohidi nə başa düşər? Bir başqa sözlə də desək, laf belə də molla debillə deyək, dindarların istilahı ilə deyək. Tohidin dərki nəyin öhdəsinədir? İnsan bir dənə vücuddur, bir dənə həyatdır, bir dənə dünyadır, müxtəlif mənəvi və maddi hissələrdən ibarətdir. Bu, tohidi dərk eləmək insanın harasının işidir. Harasının işidir. Elə, Xanım Zəhra da buyurur ki, və zəmminəli qulubu mavsuləha. Tohidin dərkinin öhdəçiliyi qəlbin boyundadır. Ancaq qəlb dərk edə bilər onu. İndi baxın, gərək qəlbdən danışaq. Danışması o mümkündür. Bir cələsəyə mümkündür. Biz bir neçə cümləyə inşallah qismət olsa onu danışarıq Allah qoysa. Bir günlərində biraz 15 dəqiqə vaxtımız qalıb, onun barəsində danışaq. Baxın, biz Allahı görmək barəsində danışıq. Tohid Allaha aid olan sifətdir, elə deyil. Və onun ixlasla deyilməsindən danışdıq ki, bu formadadır. İndi səhərdən şəhadətdən danışırdıq. Əşhədü, yəni gördüyüm şeyə şəhadət verirəm. Elə. İndi Allahı biri deyir ki, axı, necə gördüyüm şeyə şəhadət? Bu görünmür. İndi biri səndən soruşur ki, bu Allah ki, görünmür, ha. Görünə bilər, görünə necədir? Quran müxtəlif ibarətlər deyir bunun barəsində. Quranda məsələn ayə varımızdır. Və'ləm ənəllaha
yəhulul beynəl mər'i və qəlbi. Çox əcib bir dənə ayədir. Deyir, bilin ay cəmaat, Allah kişi ilə qəlbinin arasına girər. Sizin iki nəfərin arasına kimsə girib də elə deyil, tarix boyda belə şeylər başımız çox çəkiblər. Bu dəqiqə dünya elə onunla medal alır. Qəhrəmanlar onunla qəhrəman olurlar. Kimdir gedib cəbhədə şəhid olub, tək-tək qəhrəman olurlar da. Amma dünya büyünləri medalı onunla alır. İki nəfəri savaşdırır, medal alır. Elə deyil. Elə bunlar hamısı gözümüzün qabağında olandır. Məsələn, mənlə səninlə var, onunla onun arasında dost, qardaş, qohum, insan, müsəlman, qeyri-müsəlman belə şeylər təhəqqüq tapır. Amma mənlə mənim qəlbimin arasına girən bu çətin məsələdir. Amma görsən, Quran deyir ki, və'ləmu ənəlləhə yəhulu beyləl mər'i və qəlbi. Allahı görmək istəyirsən, gör özünlə qəlbin arasındakı kimdir? O nədir? Görür, Allah özü deyir də, Allah insanla qəlbin mər'i, kişi deməkdir mər. Amma məqsəd burada insandır da. İnsanla kişi və qadın. İnsanla qəlbinin arasına Allah Teala nə edir? Hail olar, girər, pərdə çəkər. Ayırar insanı qəlbindən. İndi yaxşıca görmə. Mən deyirəm, mən məsələn dedim ki, göz görməyəcək onu. Elə? Amma şəhadəti belədir ki, gözümlə gördüyüm kimi şəhadət verirəm. İstilah odur idi. İndi biri də saxı necə görür? Görür, necə görür? Bu sənin qəlbi, özü ilə qəlbinin arasına girir. Niyə onu hiss eləmirsən? Ya məsələn, Nur surəsində deyir, Allahın nuru səmavatı vəl ərz. Allah Teala yerin göyün nədir? Nurudur. Elə? Bax, Bakı şəhərinin bütün işıqlarının hamısını söndürəsən. Bir dənə lampa yandırasan bu şəhərin arasında, məsələn, Azadlığı meydanında. Bu ətrafdan, bütün baxanların hamısı onu görəcək. 60-lıq dənə lampiskadı özdə təzə çıxanlardan, işıq az yazanlardan. Elə deyil. Fərqi yoxdur, hamısı bizdən gedir. Pulumuz, işığımız, şot işimiz çox yazsa, işıq pulunu çox veririk. Az yazanda lampiska pulunu çox veririk. Alırıq elə o lampiskadan, sabah özdə 2 manata, 3 manata. Sabah yandı, gedvardı. O birsin, dədəsini Allah rəhmət eləsin o. Belə armuda oxşayan var idi. 20 kövrəş yazırdı. İndi ayda 2 kuruq dəyişirsən. Bu yandan ucuz bir yandan. Hamısı oyunun bizim başımızın üstündədir də. Çal armudun üstündədir məsələ. Nəsə işimiz yoxdur. Özdə dünyanın hər yerində belədir. Hara gelirsən görsən ağ işıqlı mod düşüb. Nədir bu pul az yazır? Daha bilmirlər ki şeylə. Nədir? Məsələ həmin məsələdir. Hə. Məsələ elə həmin məsələdir. Bəs baxın o işığı sözümüz yoxdur onda da. Qoy neynilər eləsinlər də. Bizim də işimiz işıq pulu verməkdir də, neynəyəcək? O lampiskanı hamı görür, müşahidə edir oradan. Bir dənə lampadır. Bu boyda Bakı şəhərinin içərisində. Elə? Amma Allah Quranda özü barəsində deyir. Nə deyir? Allahın nuru səmavatı vələr. Allah bütün yerin göyün hamısının nədir? İşığıdır, nurudur. Özə işıq, nur fərq edir. Nurla ziya fərq edir. O da ayrı bir bəhsdir. Və niyə onu da sən görmürsən? Niyə əşhədi deyəndə o cürə demirsən ki, güya onu görmürsən? Elə deyir. Deyir axı Allahın nuru səmavatı vələr. Sən eşmənin düzü ilə gedəndə siyazəndən çıxan maşını görürsən ki, qabaqdan bir dənə maşın gəlir. Tək gözlü, 2 gözlü. Dalini gəlir, birici gəlir. İşıqların hamısını hiss edirsən, elə deyir. Bu bir dənə maşın, bu bir dənə işıq. 10 kilometrdən. Və sonda Allahın nuru səmavatı vəl ərzi deyib Allah özü özdə və mən əstəqü minəllaha qeylə. Allahdan düz danışanı kimdir? Bu deyib, sən Allahı bu boyda işığın nə eləmirsən? Görmürsən. Bəs insanın bəhanəsi yoxdur deyə ki, mən Allahı tapa bilmirəm. Bu bir məsələdir. Ondan sonra məsələn ayə varımızdır. Nəhni əqrəb ileyhim min həblil vərid. İleyhim min həblil vərid. Bunu hamımız bilirik. Boynunun ya ürəyinin şax damarından da biz insanlara yaxınıq. İndi mən görmürəm Allahı, tapa bilməmişəm. Bəhanə varım da əlimdə. Ondan sonra ayə varımızdır. Vəhvə məhkum əynəmə kuntum. Hara getsiniz Allah sizinlədir. Bir dənə laf əcib qərib bir dənə ayə var. Allah Teala laf bizim dildə danışıb. Nə deyir? Buyurur ki, və ma yəkunu min nəcvə səlasətin rabiuhum Allahu illahu və rabiuhum. Və ma yəkunu min nəcvə səlasətin illahu və rabiuhum. Cəmaət elə bilirsiniz, yəsizlikdə danışırsınız. Hər 3 nəfərdən məqsəd, yəni fərq eləməzdə 1 nəfər, 2 nəfər, 3 nəfər. 3 nəfəri deyib təqribən həm azı aiddə, həm çox aiddə. Az ədədindən çox ədədin sərhədində 3 elə deyir.
Hər üç nəfər ki, yığışıb pıçıldaşırsınız, dördüncü Allahdır. Külbaş, mən də deyirəm, gedirəm gizlində başlayıram günah eləməyə. Ya deyirəm ki, məsələn, belə də bəhanələr gətirirəm. Biri görəndə mənə özümü daldıya verirəm. Ya məsələn də neyirəm, başlayıram, inşallah Allah bunu yazmaz. Necə yazmaz? Allah özü deyib yazacam, dədöy də yandıracam. Elə deyir, nə inşallah? İnşallah kimdir qoymuyor Allah onu yazmağa? Yazacaq. Hər üç nəfər ki, yığışdı verə pıçıldaşmağa, Rabiuhum, Huvə Rabiuhum. Dördüncü Allahdır. Ona görə fikirləşmə gələn ki, sən nəyisə elədin, nədir? Allah görmədi onu, ya yazmadı. Yaxşı, Allah'a niyə şəhadət vermirsən gözü ilə görən kimi? Niyə bu bədbəxtlər Həzrəti Əli deyəndə ki, mən gözümlə görmədicimə iman gətirmərəm, ona neynəmirdilər? Ona bir gün də qurq qoşurlar. Keçən dəfə dedim, çox adam var bu günləri yer üzündə, Həzrəti Əliyə nifrət eləyir. Buna görə ki, niyə o gəldi, bu birisilər ikinci, üçüncü dərəcəyə düşdülər. Niyə o gəldi, məsələn, dedi, gözümlə görmədicimə ibadət eləyə bilmərəm. Bu sözü dedi, qan saldı. Heç kim gözü ilə də görənmir, onun kimi də ibadət eləyəmir. Və bu yandan da deyir ki, o Allah gözlə görünməz. Bu nə məsələdir? Bu atdı, çıxartdı, ortalığa çıxdı, getdi. Elə, bəs bu ayə ki deyir, hər üç nəfər pıçıldaşanda dördüncü Allahdır orada, onu başa düşən adam Həzrəti Əlinin mən görmədiyim şeyə iman gətirmərəm kəlməsindən zərrə qədər gərək təəccüb eləməsin. Niyə? Çünki biz hər üç nəfərin yanında Allah var. İki nəfərdə olsaq Allah var. Bir nəfərdə olsaq Allah var ki, dedi və həvə məqum əynəmaqumtum. Harada olsaq o sizinəndir. Pəs ona görə biz əşhədu ən la ilahə illallah deyəndə əşhədu yəni gördüyüm Allaha şəhadət verirəm deməyə gərək ehtiyat eləməyək. İndi mən görməmişəm, o mənim günahımdır. Yəni Allah nuru səmavatı və lərzdir. Üç nəfər pıçıldaşanda dördüncüsü Allahdır. Hara göstərir bir ayə deyir ki, Allah nədir? Sizinəndir. Ondan sonra Allah insanla qəlbinin arasına girə bilir də ondan yaxın yoxdur ki. Bax, sənin qəlbin. Allah ki, ora girir, deməli, sənlə qəlbin arasında məsafə vardı, yoxdur. Deməli, sən özün var ki, girir də acı, elə deyir. İndi deməli, sən özündən uzaqdasan da. Baxın, görün, ayələr bir-birini necə tamamlayır. Nəhnə əqrəbu ileykum min həblil vərd. Mən boynuzun, ya ürəyinizin damarından da sizə yaxınam. Elə. İndi Allah ki, bu ayədə deyir, sənlə qəlbin arasına mən girərəm, pərdə salaram. Deməli, sənlə qəlbin arasında, yəni özü ilə özünün arasında fasilə var. Amma özü ilə Allah arasında fasilə yoxdur. Bəs o qəlbi hiss edirsən, onda Allahı niyə hiss eləmirsən? Elə deyir, aclığı hiss edirsən, indi danışıram mən, sizdən də oturursan, artıq gözləyirsən, qutaram, gedəsən çörək yeməyə. Mədun bildirir özün. Yaxşı, bu mədə ki, aclığı bildirir, bu qəlb Allahın orada olmağı niyə bildirmir? Necə qəlbdir ki bu? Ay, ona qəlb demək olar ya, olmaz. Və budurədir məsələ. İndi baxın, pəs, bu məsələ budurədir. Allahın görükməyi budurədir. Heç kim deməsin ki, görmürdüm ki, mən ona iman gətirəm. Neyini? Bir adam da desə ki, mən görmədicimə iman gətirmərəm, ibadət eləmərəm, ona da təəccüb eləmir. Niyə? Bu qədər Allah Teala aşkardır. Yerin göyün nuru, hara geçsin sənlə, üç nəfər yığışsın, dördüncü o. Beşinci də demir, ha, niyə üç nəfər yığışsın, dördüncü deyil? Yəni, hər bir nəfərinizin yanındayım. İki olsaz, üç mənəm, üç olsaz, dörd mənəm. Nəinki, məsələn, ikinci olandan sonra üçüncü bir başqa adam gələ, dördüncü mən gəlirəm. Yox, yəni daim yanınızdayım. Daim yanınızdayım. Burası da belə. İndi bu Allahı gözlə də görmək mümkündür. Elə yenə də Əli əleyhissalam buyurur ki, la yudrukuhul uyunu bi müşahidətil eynən və lakin tudrukuhul qulubu bi həqaiqil iman. O Allahı bu iki dənə göz görməklə, müşahidə eləməklə görə bilməyəcək, lakin o Allahı qəlblər görəcək, dərk eləyəcək bir həqaiqil iman, həqiqi imanla. Qəlb hamının qəlbi var. O qəlb deyilən bir şey var ha, o hamıda var. Amma onun hansı imanla dolu olsa Allah Taala'nı onu eləyəcək, o dərk eləyəcək. Bəs hanım ki buyurur ha, və zəmmənəl qulubə mevsuləha ya və zəmmənəl qulubu mevsuləha, qəlblər öhdədardır idraki təvhidə. Təvhidi dərk eləməyin öhdəsiliyi kimin boynunadır? Qəlbin boynunadır. Məsciddə danışmaq mənim boynumadır. Qulaq asmaq sənin boynunadır.
Ventilyasiya yandırmaq kimin boynunadır? Mikrofonu qurmaq kimin boynunadır? Hamı işin çətin həmişə mənə tapşırırsınız, danışmaq da mənim boynumadır, elə. Burada bu işləri bu adamlar görür. Yeri dəyişiklik olsa, işlər nə olacaq? Hədəf pozulacaq. Niyə? Biri məsələn ventilyatoru yandırmalıdır, gedəcək, işığı söndürəcək, bacarmır da. Niyə? Çünki onun işi deyil. Elə. Biri də gətirəcək, məsələn, mikrofonu buradan o yana vuracaq, bu dəmiri qalacaq məsələn mənə tərəf. Niyə? İşi deyil, bacarmır. İndi biz əgər tohidin, idrakin gözün ixtiyarına qoysaq, heç vaxt adam tohidi dərk eləməyəcək, Allahı dərk eləməyəcək. Qulağın ixtiyarına qoysaq, dərk eləməyəcək. Bədənin, insan vücudunun bədəninin ixtiyarına qoysaq, gez, gəz, zəhmət çək, işlə, tərrə, tap Allahı, tapmayacaq. Məsələn, qəlb tapacaq onu. Ancaq qəlb tapacaq. Öz Allah Teala onu elə bir şey yaradır ki, heç nəyə mane edir. Baxın, biz nəfəs alırıq. Elə, həyatımızdır, həyatımızdır. Nəfəs almasaq ölmüşük də. Bunu heç sübut da lazımdır gətirmək. Nəfəs almasaq ölmüşük. Nəfəs özü bir işdir. Bir hərəkətdir. Hərəkət digər bu boyda olur, bu boyda olur. O belə açılır, yumulur, elə. Ya ağızdan gedir o, ya burundan gedir, müxtəlif formada. İşdir. Amma görürsən, adətən biz iki işi birdən görə bilmirik. Məsələn, fərz edək, mən fərz edək də biri ilə danışa mesaj yaza bilmirəm, ya yazı yaza bilmirəm. Məcburam, danışığımı kəsəm, yazılara mesaj yazam, ya da neynəyəm, danışam, qutaram, sonra ona neynəyəm, mesaj yazam. Elə hətta iki əl ki var, müstəqil surətdə əldilər, hamısının da kötüyü, budaqları ayrı-ayrıdır, elə. Ondan sonra, necə deyim sənə, barmaqlar da ayrıdır. Baxmayaraq ki, bir yerdən idarə olunurlar. Amma idarə də qarışdırmır bunu. Elə. Amma iki əllə iki dənə iş görmək olur. Bir dənə iş görmək olur. İkinci iş mümkündür. Gəl bu, məsələn, deyim də, iki əllə təsbih çöyür, amma zikirdədir, ha. Qarışdıracaqsan. Və demirəm, o qədər məşq eləyətsən, əsər kimi o qədər şagat eləyətsən, elə ayaqları düz atatsan, o yox. Amma normal halda eləmək olur. Əşi, bu əldir, bu da təsbihdir də. Görsən, tarazlıq yaranmır. Bu bir işdən ötürüdür. İnsan fikri, düşüncəsi bir işdən ötürü. Amma bəzi işlər var ya, o cürə deyir. Nəfəs alırıq, hə. Çörək yeyirik, nəfəs alırıq. Su içirik, nəfəs alırıq. Yatırıq, nəfəs alırıq. Qaçırıq, nəfəs alırıq. Oturuq, nəfəs. Danışa da nəfəs alırıq. Bunların hamısı işdir. Həm nəfəs alıram, həm danışıram. Görsən, iki işi bir yerdə eləyirəm. Ben niyə iki dənə işi iki əlimlə eləyəmirəm? Allah onu elə yaratmayıb. Amma nəfəsi belə yaradır. Bax, qəlbin funksiyası da onun kimidir. Ehtiyac yoxdur insan tohidi qəlbinin vasitəsi ilə dərk eləyəndə işin tətil eləsin, danışsın, başlasın düşünməyə. Diyansın, başlasın düşünməyə. Amma o vaxt ki danışır, məsələn də qəlb iş görmür, diyanmır, yox. Allah o dərəcədə hasan tapılan deyir ki, qəlb ki, məsələn, ona qalanda bizim qəlbimiz 60 ildə 5-6 il nə eləyə bilər? Hərəkət eləyə bilər də, iş görə bilər. Amma yatanda, duranda da eyni nəfəs kimi. Mən elə fəhləçilik eləyirəm, ondan sonra kitab yazıram, dərs deyirəm, dərs oxuyuram, qaçıram, idman eləyirəm, yeyirəm, içirəm, amma elə o düşüncə də var. O qəlbdə idrakin nə eləyə bilir? Davam elətdirə bilir. İttifaqən. Bəzi yerlərdə tək o qəlbi işlətmək, başqa işləri tətil eləməkdən elə ümumi şəkildə o biraz da artıq nə eləyər? Sonra adamdır, fərz edək, yeriyəndə az qalırdı yıxıla, təsadüfən, məsələn də biz dedik təsadüfən, düşmədi quyuya, görsən o qəlb üçün bir dənə mesajdır. Bunu da yapışdır ora, bunu da qəbul elə qoyur, bu sənə kömək eləyəcək. Bu cürə. Ona görə Həzrət buyurur ki, qəlbi, Allah'a ancaq qəlbini eləyər, dərk edə bilər. Xanım Zəhrada məktəbə baxın, görün, ibarətlər başqa cürə, kəlmələr başqa, sözlər başqa, amma nə? Mənalar eyni. La yudrikuhul uyunu bi müşahidətil eylim və lakin tudrikuhul qulubu və bihəqaiqil iman. Həzrəti Əli Aleyhisselam deyir. Allahı gözlər görməyəcək, həqiqi imandan qəlblər görəcək. Xanım da buyurur ki, vəhdəhu la şərikə kəlimətun zəmmənəl qulubu mevsuləhə. O, nədir? La ilahə illallah kəlməsi, yəni o tohid, yəni o Allah bir kəlmədir ki, ancaq qəlb onun idrakini öhdəsinə alıb. Ancaq qəlb onu dərk eləyə bilər. Çünki qəlbin barəsində gərək danışaq. Buna görə deyildim, danışaq, hələ hepsinə danışmadı.
Pəs bir dənə söz deyim mən sənə. Onunla da sözümü tamam eləyim. Qəlbin özü barəsində, xüsusiyyətləri barəsində, yaxşı qəlb barəsində, qəlbi nə yaxşılaşdırar, nə pisləndirər, bərk qəlb, yumşaq qəlb, nə. Bunun hamısının barəsində danışmasaq bir sözünü izah edə bilməyəcəm mən. Gərək məcburam, danışam ondan sonra. Elədir. Mən bozbaşı sana başa sala bilməyəcəm. Gərək aparam səni evə, bişirəm, yedizdirəm, sonra deyərəm ki, nədir? Bu bozbaşdır ki, onu eləyəməyəcəm. Məcburam burada bu sözü bişirəm, verəm sənə, nə eləyəsən? Dəqiq, o sənə çatar. Mənim naqisliğimdən də belə çatdıra bilmirəm. Amma bir dənə məsələ var da, qəlb bunu dərk edir, bunu bilək. Söhbətimiz də bundandır. Üləmadan biri qəşəng bir dənə söz deyir. Deyir ki, əfsus eləyir. Deyir, gör, Allah qəlbi bizə nəyə verib? Biz onu nə ilə körləmişik? Allah bu istəkanı vermişdin sənə, gedin məsələn nə eləyəsən? Məkkədə nə içəsən? Zəmzəm içəsən. Getdin bundan haram su içdin. Mən sənə nə deyərəm? Sən mənə nə deyərsən? Nankörlə adam ürəyi soymur, axı, gələ istəkanı belə qəşəy kəsəsən, onun sifətinə çəkəsən belə. Adam eləyirlər, yenə ürəyi soymaz. Axı, mən bunu demişdim, zəmzəm içməyə deməmişdim, gedib şərab içəsən, haram içəsən. Allah qəlbi verib insana, onu dərk eləməkdən ötürü. Amma qəlbi mən nə ilə körladım? Pis şeylərlə, şəklə, tərdidlə, çirklə, ondan sonra ləzənlə, nə bilim, kəsafətlə, məsələn də iyrənc, qeybətlə, yalanla, böhtanla, belə şeylərlə körladım onu funksiyasından etdim. İmam Səddad əleyhissalam buyurur ki, bunu elə tamam edeyim ağanın sözü ilə, buyurur ki, bizim vilayətimiz şiddətli vərəsiz tanınmaz. Vərə bilirsiniz də nədir? Dəfələrlə demişəm. Vərə tohiddən, təqvadan yuxarı mərhələdir. Təqva günahlardan çəkinməkdir, vərə bütün şübhəli şeylərdən çəkinməkdir. Elə gördün o məsələn nəsə də belə gözümü bitərdəydi, yemə, çıx get, baxma, çıx get. Belə də üz döndər ondan çıx get. Elə ona deyərlər vərə. Füzuli rəhmətdə deyir, vaiz olsafı cəhənnəm söyləyir əhli vərə. Molla cəhənnəmin sifətlərindən danışır, ay vərə əhliləri. Bax, oturmuşuq hamımız. Müsəlman da var, mömin də var, əhli təqva da var, əhli vərə də var. Füzuli gəlib qapıdan durub nədir? Vərə əhli gəlsin, molla cəhənnəmin sifətlərindən danışır. Vaiz cəhənnəmi, vaiz olsafı cəhənnəm söylərək əhli vərə. Var onun məclisinə gör ki, cəhənnəm nəymiş. Yəni, vərə əhli başa düşər cəhənnəm nədir? Bu bülsülər başa düşməyəcək. Elə, ona görə İmam Səccad əleyhissalam deyir ki, bizim vilayətimizin qəbulu, bizim vilayətimizin sənin qəlbində, vücudunda, həyatında təhəqqüqi vərəsiz baş tutmayacaq. Bunu biləsən. Baş tutmayacaq. Özə gör hara gətirdi, çıxardacaq sözü. Deyir, baş tutmayacaq. Hansı bir palçıq, zığ, zibillik gəldi, girirsən, belə deyir, Həzrət kiməsə üzbəüz deyir bunu. Hansı bir palçıqcı gəldi, zibillik gəldi, girirsən, sonra da istəyirsən tohidin yerində olsun. Bahardan başladı, görürüz arada qutardı. Bizim vilayətimiz şiddətli vərə olmadan mümkün deyil bir adamda olsun. Hər zibillik oldu, girirsən, istəyirsən tohidində yerində olsun. 2 dənə söz. Biri budur ki, yəni tohidlə vilayət, ikisi bir yerdə olan şeydə əslən bir-birindən ayrılmaz. Harada tohid varsa vilayət olmalıdır, harada vilayət varsa tohid olmalıdır. Tohidsiz vilayət yoxdur, vilayətsiz tohid yoxdur. Tapson da odur. Tapson da odur. Bayaq dediyim misalda da elə bir-birlərinə süt pişirib veriblər sana bozbaş əvəzində. Alladırlar səni. Özə bilirsən necə alladırlar? 7 nəsli uyandırırlar. Sənə bir adam süt verə bozbaş əvəzinə adından ölmədin ki. Sadəcə yeməyin adında allamısan. Belə sütdür, bozbaşdır, ikisi də nədir? Belə insanı bəs eləyir. Gün ortaya birini, ikisini, ittifaqən ikisini də yiyəndə biraz da ağır olur. Bozbaşı yiyəndə biraz da çətinlik olur. Onun həzm eləmək var da, elə deyil. Amma süt elə rahat uyğundur getdi. O səni çox allatmayıb. Əksinə sənə çox cəhətdən xeyr eləyib. Amma biri səni gəlib vilayətsiz tohid yedirsə, tohidsiz vilayət yedirsə, 7 nəsli uyandırıb. 7 nəsil ki, səndən qabaq gedib orada,
saçların yolurlar ki, vay, bunun vücuda gəlməsində mənim də bir dənə nəfəsim olub axı. Gör, neynədi, mənim bunu nəyə saldı? Nə işlərə saldı məni? Nə günlərə qoydu məni? Elə ona görə vilayətsiz tohid, tohidsiz vilayət yoxumuzdur. İmam Səccad da onu deyir. Deyir, əgər şiddətli vərəin olmasa, bizim vilayətimizdə döyürsən, yəni elə bilirsən oradasan. Bizim vilayətimiz sənin vücudunda təhəqqüq tapmayıb, hər zibillik gəldi, girirsən, özünün də təmənnun budur ki, tohidin də nə olsun? Yerində olsun. Mümkün deyil. Tohid o cürə yoxdur. Gərək vilayət ola, vərə ola, təqva ola, ondan sonra tohid ola. Və hardan tapatsan onu, haranda saxlayatsan onu, qəlbində. Ki, qəlbdən gələn həftə inşallah neynəyək? Danışarıq. Allah Muhammed Ali Muhammed xatirinə bizi əhl-i vərədən qərar versin. Muhammed Ali Muhammed xatirinə bizim kamil tohid əhlindən qərar versin. Vilayətli tohid əhlindən qərar versin. Allah Muhammed Ali Muhammed xatirinə tamam günahlarımıza qələmini əfv çəksin. Bağışlamamış bizi dünyadan aparmasın. Muhammed Ali Muhammed xatirinə bizi ixlaslı bəndələrdən qərar versin. Allah Teala bizi sevmədikləri ilə məşhur eləməsin inşallah. Düşmənlərimizlə məşhur eləməsin. Allah Teala bizi bəyənmədiyimiz, özü bəyənmədiyi əqidələrə malik qərar verməsin inşallah. Muhammed Ali Muhammed xatirinə tamam müminlər, xüsusən bu cəmdə əyləşənlərin, müşkillərin həll eləsin. Müslimansı dua eləyənlərin dualarını qəbul eləsin. Xəstələrimizə şəfa acil inayət eləsin. Müminlərə həlaldan bolluca ruzu qismət eləsin. Bərəkətli uzun ömrə əta eləsin. Bizi özündən müminlərdən başqa heç kimə möhtac eləməsin. Muhammed Ali Muhammed xatirinə bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Allah Teala bizi dünya və axirətdə saadətli, xoşbəxt, üzü ağ insanlardan qərar versin. Allah'a hamd verir Muhammed Ali Muhammed'e, Hanım Zəhra xatirinə bizi Muhammed Ali Muhammed'in əhl-i beytinin yanında xəcalətli insanlardan qərar verməsin. Allah Teala bizi məhşərdə onlarla məşhur eləsin. Allah Teala Muhammed Ali Muhammed'in düşmənin, əhl-i beytinin düşmənin tezliklə məhv nabud eləsin. Allah'a hamd verir Hanım Zəhranın üzümüzə gələn mübarək mövluduna. Onlar rüsvaydı, biraz da rüsvatər qərar versin. Allah Teala onları həm dünyada, həm ahirətdə xəcalətli insanlardan qərar versin. Tezliklə məhv nabud eləsin. İslam'a uzanan əlləri tezliklə kəssin. Muhammed Ali Muhammed xatirinə nəslimizdən, bədə nəslimizdən İslam'a düşmən qərar verməsin. Həmçinin İslam yolunda, əhl-i beyt yolunda sabit qədəm qərar versin. Allah Teala yenə bu cəmin tamam müşkillərini həll eləsin. Ağamız iman zamanın qəlbini azaninin bizdən razı, xoşnud eləsin. Allah Teala ağamızın elədiyi duaları bizim barəmizdə qəbul eləsin. Ağanın zuhurunda təcil eləsin. Biz o ağanı tanıyıb rikabında şəhid olanlardan qərar versin. Salavat işləyir.